Sizdə şəkər neçə ildir? 15 ildir. Sizin indi ən çox narahat edən nədir? Zəif görmə, yoxsa gözdə sulanma, ağrı? Yox, sulanma, birdən də ki, loru dildə desəm, elə ki, gözümün içinə bir ağac da, kötük kimi bir şey eləyir. Yəqin ki, damardır, ilişir də. Elə bil nəsə düşüb gözünüzə? Hə, tutur, elə ki, qum səpsən, ya bir ağac. Onda görürəm ki, gözümün qabağına, məsəl üçün, sizə baxıram, görürəm, xallar gəlib, o da yəqin... Hə, gəzən şey deyirsiniz siz. Uçuşmalar deyirsiniz də, yəni. Möhtəşəmdir ha. Gözü yığan əzələnin formasına var, görünən qəşəkdir. Uzun müddət şəkər xəstəsidir və gözünə uzun müddət iynələr vurulur. Amma görməsi bir gözündə 50, o birisi gözündə 30%-dir. Heç vaxtı da angiografiya olmayıbdır. Belə pasiyentlər əslində fluoresin angiografi olmalıdır. Yəni pollu qışasının kənarları mütləq görüntülənməlidir. Çünki gözlə görülə bilməyən bəzən xırda qılcal damar inkişafı və yaxud avaskular retina olur. Yəni qidalanmayan retina olur. Bu da gələcəkdə ciddi pollu qışa problemlərini gətirir, çıxarır. Necə ürəyin angiografiyası olursa, gözün də angiografiyası olur. Damardan kontrast maddə veririk və gözün filmlərini çəkirik. Sizə ondan istəyəcək, onu çəkdirib gətirərsiniz bizə, yaxşı? Yəni, görmənizin zəifləmə səbəbi mirvari su deyil bu saat. Görmənimizin zəifləmə şəkər, diabet, torlu qışanın problemi.